Hacı, bu gözəlliyi yenə sən hardan tapmısan? Axtaran tapar. Hörmətli kanal izləyicilər, bax bu cür gözəllik deyil, görürsünüz ki. Bu evimiz həm ləm, həm də kreditlə satılır. İlkin ödəniş 47.000 manatla bu evimizi ayda 700 manat vermək şərtində əldə edə bilərsiniz. Və nə alt şəkildə evimizi əldə edə bilərsiniz. İrəli deyələrdə mən sizə tam ətraflı məlumat verəcəm. Burada sağ olun. Tamamla girişdir. Evimizin qarşı tərəfi terasıdır. Geçən də mənə tərəfdə onlarda kanallarımız. Daha çox evimiz 5 səliqəlidir. Baxıram ki, manat betondur. Qoşadaşdır, 20-nin kəmərdir. Burada söhbətgahıdır. Azərbaycanda, amma beləncə teras deyildir belə. Bu koridor sistemi və mətbəx sistemi, sanitar sistemi hamısı sıfır olan tərəfdə olmuş. Sağda evimizin mətbəxi, yataq, solda isə evimizin qonaq otaq və sanitar boşalırdı. Sağ tərəfdə yerləşir. Bütün kommunikasiya qaydasındadır. Bax, belə bilgiler evimizin. Mətbəxi var. Niyə bağlıdır bizim onu bilməli. Oradan birbaşa terasına çıxışı var. Görə bilərsiniz. Kumsalda bir başına taraflardan satılır anladığınız. Buraya otaqlıdır. Əlbəttə çox səhvəli işləndir. Evimiz şəxsi işləyir. Tərzə pul lazım olduğuna görə evimiz həm də puluna satılır. Nəqş şəkildə evimizin qiyməti 72 manatdır. Sözsüz ki, biraz azdan indirim olacaq. Kredit isə ilkin ələşdir 7 manat. Ayrıca 700 manat evin şərtiyle bu məbləğ 85 manatı əldə edə bilərsiniz bu evimizi. Burası sanitar boşalığıdır. Pəncərə düşən tərəf, düşmən tərəf hamısı qoşadaşla inşa olunur. Orada bir yataq otağımız var. Pəncərəsinin qarşısında bir mani yoxdur. Görürüz, işıq yanılma saatları, yəni işıqlıdır yetərincə. Və sonuncu yataq otağımız var. Ümumiyyətlə, 2 otaq torpaq sahəsinin üzərində inşa olunub, 3 otaqdan ibarətdir. Evimizin umumi kvadratlı demək olar ki, 90-100 kvadratdır. Əlavə məlumatınızı əhlak dərsi kanalımızın adı olma bilir və mən unutmayın ki, yeni saçlaşmış evlərlə bir üzrə belə tanış ola biləsiniz. İnşallah evi olmayan insanlar Allah-u Teala gözəl evlər qismət etsin.